Salam, hər vaxtınız xeyir olsun, dəyərli YouTube izləyicilərimiz. Sabunçu rayonu Zabrat bir qəsəbəsində 118 nömrəli marşrut yolundan 100-150 metr məsafəlikdə yerləşən, evin də torpağın da kubcası olan 4 otaqlı, tam təmirli həyət evimizi sizə təqdim edəcəm. Videomuzu sona qədər izləyin ki, məlumatların hər birindən xəbərdar olasınız. Bir daha qeyd edirəm, 118 nömrəli marşrut yolundan 100-150 metr məsafəlikdə yerləşir. Ümumilikdə 3 sot torpaq sahəsindədir. Yerdən 11-12 daş kürsüdə tikilib. Evimiz balkonlu evdir. Mətbəxindən də birbaşa balkonuna çıxış qoyulub. Evin padvalına 2 yerdən girişi var. Padvalına da rahat şəkildə daxil olub. Ayaqüstü otaqların hər birinin alt hissəsini gəzə bilirsiniz. Çardağına da girişi var. Evin ətrafına keçmək üçün sağ tərəfindən zaborundan məsafəsi saxlanılıb. Həyətimizin əksər hissəsi tam daşdır, əlavə boş torpaq sahəsi də saxlanılıb. Evin həyətinə isə bir neçə maşın rahat şəkildə daxil ola bilər. İndi isə keçid edək, sizi evimizin içərisi ilə tanış edim. 4 otaq 130 kvadrat evin ümumi sahəsidir. Evin tikintisi zamanı yüksək və keyfiyyətli materiallardan istifadə olunub. Çox gözəl bir məhəllədə yerləşir. Hər bir tərəfi evlərdir. Bu ərazidə boş torpaq yoxdur. Bura evimizin balkon hissəsi. Buradan evin çardağına giriş qoyulub. Qazı, suyu, işığı daimi fasiləsizdir. Çayğaçlarının da hər biri qoyulub. Evin altı beton, üstü kəmər, 4 bir tərəfi də qoşadaşla tikilib. Pollarımız laminatdır. Otaqlarda, dəhlizdə, hamısında lüstrlərə qədər qoyulub və sanitar qovşağın aksesuarları da qoyulub artıq. Bura evimizin mətbəx hissəsi, pəncərələr yerdən olan şəbəkə pəncərə, qapıları da çox gözəl bəyaz ağır qapılardır. Evdə kombi sistemi çəkilib. Yenicə təmirdən çıxmış evdir. Evdə yaşayış olunmuyor. Dəyərli izləyicilərim, evin qiyməti isə 135 min manatdan satışa çıxıb. İnşallah ki, real alıcılar olarsa, qiymətində də endirim olunacaq ev sahibi tərəfindən. Burada isə yerləşir evin sanitar qovşağı, bütün aksesuarlar var. Duş kabinasına qədər yığılıb və sanitar qovşağı da isti poldan ibarətdir. Sənədimiz evində torpağında kubcasıdır. Hər bir otağın geniş pəncərəsi var. Çox gözəl, işıqlı, havalı yerdə yerləşir evimiz. Bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Sona qədər izlədinizsə çox təşəkkür edirəm. Göz haqqınızı halal edin.